Əsl Bakı üsulu lobya çığırtması hazırladım. Lobyaları qəşəngcə təmizlədim, kənarlarını kəsdim, toladım, sonra xırdaladım. Həmişə mamam bu cür doğrayır, xırda-xırda. Yəni o zövqə görədir doğramağı. Doğrayıram, tökürəm tavaya. Üzərinə su da əlavə edib, ağzını bağlayıram, qoyuram qazda. Balaca xodda bişsin. Lobyam bişənə qədər soğanlarımı doğrayıram xırda-xırda. Yemək istəyir. Gəl. Qalx ye. Oldu, sən ye. Lobyalarım qaynayana qədər tavaya zeytun yağı əlavə edirəm. Kim istəsə kərə yağında da bişirə bilər. Soğanlarımı tökürəm, qəşəng qovururam bu şəkildə. Üzərinə lobyanı əlavə edirəm. Qəşəngcə onları qatışdırıram. Duzunu, istiotunu əlavə edirəm. Sonra da ki rəndələdiyim pomidoru əlavə edirəm. Pomidor da çox dadlı olur. Qatışdırıram yaxşıca. Ağzını bağlayıram. Vamxodda bişirirəm. Bir yumurtanı ağlı sarılı yaxşıca çalıram, qatışdırıram və tökürəm lobyanın üzərinə. Mən bir yumurta əlavə edirəm. Çox yumurtanı sevmirəm. Belə, baxın nə gözəl görsənir. Sonda da üzərinə qəşəng doğradığım keşniş əlavə edirəm. Bu şəkildə çox dadlı alınır. Bu cür hazırlamamışsınızsa mütləq hazırlayın. Çox sevəcəksiniz. Nuş olsun.